Bu ayda bir gündə, bir gecədə vardır. Nime-i Şaban. Hələ qarşıdadır. İnşallah o haqqında məlumat verəcəm. Nime-i Şaban hədislərdə qeyd olunur ki, qədim gecələrindən sonra ən üstün gecələrdən hesab olunur ki, onun gecəsi və onun gündüzü və həmçinin də Hz. İmam Məhdi Əcələ Fərəcəhin doğum gününə təsadüf eləyir. Bismillahirrahmanirrahim. Rəhman və Rəhim olan Allahın adıyla. Salam əziz dəyərli dostlar, hər vaxtınız xeyir. Mən bu günləri inşallah Şaban ayının şərafəti və ay boyunca ediləcək əməlləri haqqında məlumat verəcəm. Amma ilk öncə sizlər üçün müqəddimə olaraq bir neçə ayə, bir neçə hədis qeyd edəcəm və bundan sonra Şaban ayının əməlləri haqqında məlumat verəcəm. Allah Mütəal Quranda buyurur ki: "Əmmən yucibul mustarra izə da'ahu və yakşifus-su." Buyurur ki, kim bir dağda qalan bir şəxs ondan istədiyi zaman ona cavab verən, onun çətinliyini aradan qaldıran. Nəml surəsi 60-cı ayə. Digər ayədə isə buyurur ki: "Ud'uni əstəcib lakum." Çağırın məni, cavab verin.Ğafir surəsi 60-cı ayə. Və digər ayədə isə buyurur ki: "Mitabtagu min fadlihi innehu kana bikum rahima." Allahın fəzlindən istəyin, çünki Allah sizə qarşı mehribandır. İsra surəsi 60-cı ayə. Bəli əziz dostlar, mübarək aydayıq, Şaban ayındayıq. Allah Rəsulü buyurur ki, Rəcəb Allahın, Şaban mənim ayım, Ramazan ayı mənim ümmətimin ayıdır. Təbii ki, bu barədə də Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin hədisləri vardır ki, Allah Rəsulü sallallahu aleyhi və səlləm buyurur ki, Şaban şəhri rəhməllahu mən ə'anəni əla şəhri. Buyurur, Şaban mənim ayımdır. Mənim ayımda mənə kömək edən şəxsə Allah rəhm eləsin və bağışlasın. Həzrəti Əli İslam buyurur, təbii ki, bu hədislərin hər birinin də öz geniş açıqlaması var ki, mən o açıqlamalara daxil olmuram. Həzrəti Əli İslam buyurur ki, "Mafatani savmi Şabanu mustami'də munadiyə Rasulullah yunadi fi Şaban fələn yefutani əyyəm həyat inşaallah." Buyurur, Rasulullahın carçısının Şaban ayında oruç tutmaq üçün car çəkdiyini eşitdiyim vaxtdan bəri bu ayın orucunu əldən çıxarmamışam və inşallah ömrüm boyda əldən çıxarmaram. Təbii ki, əziz dostlar, bu hədislər qısa olaraq bir neçə ayə və hədislərdən ibarətdir. Amma biz Şaban ayının ümumilikdə rəhmət və məğfirət ayı olduğunu bilirik. Təbii ki, bu ayda əlamətdar hadisələr və günlər vardır ki, onlardan Hz. İmam Hüseyn İslamın, Hz. Əbəlfəzl Əbbas ağanın, Hz. İmam Zeynalabidinin, Hz. Əli Əkbər ağanın mövlud günləri və sonuncu imamımız Hz. İmam Məhdi sahib-ül əsri və zaman əcəlallahu fərəcin mübarək mövlud günləri vardır. Bu ay həm əzəmət, həm kəramət, həm fəzilət baxımından digər aylarla müqayisədə daha fəzilətli günləri və gecələri vardır. Və bu ayda bir gündə, bir gecədə vardır. Nime-i Şaban. Hələ qarşıdadır. İnşallah o haqqında məlumat verəcəm. Nime-i Şaban hədislərdə qeyd olunur ki, qədim gecələrindən sonra ən üstün gecələrdən hesab olunur ki, onun gecəsi və onun gündüzü və həmçinin də Hz. İmam Məhdi Əcələ Fərəcəhin doğum gününə təsadüf eləyir. Təbii ki, qeyd etdiyim kimi, bu əməllər haqqında, bu ay haqqında, fəzilət haqqında çox danışmaq olar, amma bir şey biz bilirik ki, Şaban ayı qeyd etdiyimiz kimi Peyğəmbər ayıdır. Yəni bu Peyğəmbər ayı ki, Peyğəmbər ki, aləmlərə rəhmət olaraq göndərilən Həzrəti Peyğəmbər və bu ayda Peyğəmbər deyir, mənə kömək etsəz. Yəni mənə kömək etmək mənasıdır ki, özünüzə kömək etsəz. Yəni özünüz bağışlanmaq istəsəz, özünüz məğfirət olmaq istəsəz, mən də sizə bu ayda nə deyir? Kömək edəcəm. Hər halda, gəldik bu ayın əməllərinə. Bu ayın əməllərindən birincisi, daha yaxşı olar ki, bu ayda Həzrəti Əlinin belə deyək, Şaban ayında Allahla etdiyi razı-niyaz, Şabaniyə münacatı, yəni Şabaniyə münacatı adı ilə tanınır bu dua. Bu duanı oxumaq daha çox tövsiyə olunub və bu münacat bütün imamlar bu münacatdan istifadə ediblər, bu münacatın sözlərindən istifadə ediblər. Təbii ki, bu ayın daha çox tövsiyə olunan dualarından biridir və digər vaxtlarda da bu duanı oxumaq müstəhəbdir. Hər halda bu dua nədədir? Bu münacatda insan özünü tanımaq, razı-niyaz, bəndəlik fəlsəfəsi, dua və tövbə etməyin yolu, Allaha aparan mənəvi seyrin qaydaları şirin bir tərzdə qeyd olunur. Bu münacat Şaban ayının mühüm əməllərindən hesab olunur.
Və bundan da əlavə dostlar, 2 oruç tutmaq. Oruç tutmaq, insan bu ayda çalışdığı qədər oruç tutsun. Yəni bacardığı qədər. Məsələn, bir gündə olsa, heç olmaya bu ay ərzində oruç tutsa, böyük bir fəzilətə malikdir ki, bütün ayda tutsa öz yerində savab malikdir. Allah Resulü buyurur ki, Şaban ayında hər kəs bu ayın bir gününü oruç tutsa, cənnət ona vacib olar. Bu ayın hər gününün orucunun xüsusi savabı vardır və fəzilətinə dair hədislərimiz vardır. Gəldik 3. Hər gün aşağıdakı zikri 70 dəfə demək. Əstəğfirullah və əsəlut tövbə. Mən qeyd edirəm zikri. Aşağıda, yəni ilahi səndən bağışlanma istəyirəm və sənə qayıdıram. 4. Bu ayın ən yaxşı dua və zikirlərindən biri də istiğfardır. Yəni insan Əstəğfirullah Rabbi və tubu ileyh deyəm. Və bu ayda 70 dəfə istiğfar edən başqa aylarda 70 dəfə istiğfar etmiş şəxs kimidir. 5. Bütün ay boyunca 1000 dəfə La ilahə illallah və la na'budu illa iyyahu muxlisinə lehuddinə və ləv kərihəl müşrikun zikrin demək. Mənası, yəni Allahdan başqa heç bir məbud yoxdur. Biz yalnız ona ibadət edirik, dini yalnız ona xalis edərək və müşriklər istəməsələr də. Təbii ki, bu zikri də kim deyərsə, əməl dəftərinə 1000 ilin ibadəti yazılar. Və 6. Bu ayda yarım xurma da olsa sədəqə vermək. Təbii ki, bu da maddi imkanı çatmayanlara aiddir. Yəni, yarım xurma ilə də olsa sədəqə vermək daha çox təkid olunub. Və bundan daha çox imkanı çatan daha çoxunu edə bilər. 7. Şaban ayının hər cuma axşamı günü 2 rükət namaz qılmaq, hər rükətdə Fatihə surəsindən sonra 100 dəfə İxlas surəsini oxumaq və namazı bitirdikdən sonra 100 dəfə Muhammed və əhl-i beytinə salavat və salam göndərmək. Bu əməli yerinə yetirən şəxs Allah dini və dünyada hacətlərini yerinə yetirər. Bundan da əlavə, Şaban ayının cuma axşamı günlərində oruç tutmaq müstəhəbdir. Bir hədisdə qeyd olunur ki, Şaban ayının cuma axşamı günü göylər bəzənər və mələklər belə dua eləyərlər. Xudabənd Rəbbimiz, ey Rəbbimiz, bu günü oruç tutanları bağışla və onların nə hacətləri var, hacətlərini rəvat edən. Şaban ayının bazar ertəsi və cuma axşamları isə oruç tutmaq müstəhəbbə əməllərdəndir. Hər kim bu günlərdə oruç tutarsa, Allah mütəal 20 dünya və 20 üxrəvi hacətlərini verər. 8. Bu ayın ən mühüm əməllərindən biri də hər gün zaval vaxtı, günorta vaxtı bu duanı oxumaq. Yəni Şaban ayının duasını oxumaq müstəhəbdir ki, aşağıda qeyd olunur. 9. Bu ayda Muhammed ali Muhammedə çoxlu salavat demək. 10. Quran-ı Kərimi daha çox oxumaq təkid olunan əməllərdəndir. İnşallah Allah dua və ibadətlərinizi qəbul etsin. Bizlər üçün də dua edərsiniz. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.